Salam dəyərli futbol sevərlər. Qarabağ komandası axır ki, qış transfer pəncərəsində bir rəsmi transfer reallaşdırdı. Bəli, artıq futbolçu ilə rəsmi imzala atıldı və ictimaiyyətə təqdim olundu. Bu transfer barəsində sizləri məlumatlandıracağam. Ekranın bu hissəsində həmin futbolçunu Qarabağ formasında görürsünüz. Həmçinin qeyd etməliyəm ki, Qarabağ formasında, bax burada daha yaxından futbolçunu görə bilərsiniz. Söhbət kimdən gedir? Bu barədə sizləri məlumatlandırım. Beləliklə, aldığımız dəqiq məlumatdır ki, artıq Qarabağ komandası tərəfindən rəsmən transfer açıqlandı. Əvvəl də xəbər vermişdik Jeremy Gnalinin AEK-in Larnaka klubundan transfer olunacağını və artıq ictimaiyyətə təqdim olundu. 2,5 illik müqavilə imzalanıb. Gnali sol cinah müdafiəçisidir. Amma aldığımız məlumata görə o təkcə bu mövqe üçün alınmayıb, Gnali sol winger kimi də oynaya bilir. Yəni, yaxın gəldikdə biz bu futbolçunun təkcə indiki əsas heyət oyuncusu Elvin Cəfərquliyevin oynadığı müdafiənin solu deyil, həm də yarım müdafiənin sol cinahında Abdullah Zubri mövqeyində də görə bilərik. O, hər iki mövqe üçün nəzərdə tutulan transferdir. Baş məşqçi Qurban Qurbanov yeni futbolçunu həm müdafiəçi, həm də yarım müdafiəçi kimi oynada bilər. Xatırladaq ki, 23 yaşlı sol cinah müdafiəçisi karyerası ərzində Metis B, İspaniyanın Tarazona və Melilla komandalarında çıxış edib. Qeyd edək ki, AEK klubuna 2024-cü ilin avqustunda transfer olunan Jeremy Gnali Kipr təmsilçisinin heyətinə keçirdiyi 60 oyunda 7 asistlə yadda qalıb. Dəyərli dostlar, bir daha sizin nəzərinizə çatdırım ki, bu futbolçu 24 nömrəli formanı geyinəcək Qarabağ komandasında. Yeni transfer münasibəti ilə Qarabağ rəhbərliyini, Qurban Qurbanovu və Qarabağ sevərləri təbrik edirəm və gündəmimizdə başqa xəbərlər də var. Qarabağ komandası hansı futbolçularla danışıqlar aparır? 16 futbolçu ilə danışıq apardığı bizdə məlumatı vardı. Artıq 3-ü ilə müqaviləyə belə deyək, yekun vurulub. Daha doğrusu 17 futbolçu ilə danışıqlar apardı. Bir futbolçunun transferi reallaşdı. 3 futbolçu ilə danışıqlar mənfi sonlandı, dəyərli dostlar. Digər 13 futbolçu ilə danışıqlar davam edir və onların bir neçəsi Qarabağa keçə bilər ki, keçməyə yaxındır. Bu barədə sizləri məlumatlandıracaq. Ekranın aşağı hissəsində həmin futbolçuları görürsünüz. Vaxt itirmədən mən bu məlumatları sizin nəzərinizə çatdırım. Qarabağın növbəti transferi kim olacaq? Beləliklə, dəyərli dostlar, aldığımız məlumata görə Sumqayıtın futbolçusu Niyama Simon Qarabağa transfer oluna bilər. O da Konqolu futbolçudur. Hazırki transferimizdə, rəsmiləşmiş transferimizdə Konqo əsili futbolçudur və hər ikisi Fransa vətəndaşıdır, dəyərli dostlar. Bunu da sizin nəzərinizə çatdırmaq istəyirəm. Niyama Simon transfer dəyəri 325 mindir hal-hazırda. 1,71 m boyu var, 25 yaşı var və orta sahə oyuncusudur. Yəni, yarım müdafiəçidir, dəyərli dostlar. Digər Qarabağın danışıqlar apardığı və xüsusilə həm rəhbərliyin, həm Qurban Qurbanovun, həm Qarabağ azarkeşlərinin istədiyi bir transferdir. Andrey Klovisdən söhbət gedir. Bu transfer hələ ki dalana dirənib. Çünki futbolçunun klubu Akademiya Vizyo bu futbolçu üçün 3 milyon avro təzminat tələb edir. Qeyd edim ki, bu futbolçunun transfer dəyəri hal-hazırda 2 milyon avro göstərilir transfer market saytında. Futbolçunun 2028-ci ilə qədər Akademiya Vizyo komandası ilə müqaviləsi var. Mərkəz hücumçusudur, Braziliyalıdır, 1,86 m boya malikdir. Yaşı 28-dir, São Paulo şəhərində doğulub Braziliyanın və Qarabağa fayda verə biləcək bir futbolçudur deyə düşünürəm. Amma Qarabağ komandası düşünmürəm ki, 3 milyon bu futbolçu üçün versin. Amma versə yaxşı olar, çünki bu futbolçu Portuqaliya 2-ci liqasında bombardirdir və bir düşünək ki, Cadi Borges, Olavia Junior Portuqaliya 2-ci liqasında ehtiyatda oturan futbolçulardır və Qarabağda necə inkişaf edilər, nələr göstərdilər bizə, Qarabağın ən yaxşı futbolçularından birinə çevirdilər. İndi düşünün ki, bu futbolçu Portuqaliya 2-ci liqasında bombardirdir və Qarabağa gəlsə nələr edə bilər. Qeyd edim ki, Klovislə uzun müddətdir ki, Qarabağ komandası danışıqları aparır. İnşallah ki, müsbət yekunlaşar. Növbəti məlumata keçək. Derik Lakerdə, bax, bu da vaxtı ikən Portuqaliya 2-ci liqasında at oynadan futbolçu olub. Sözün əsl mənasında qol və qol ötürmələri ilə daimi yadda qalıb.
bu futbolçunu da Qarabağda görmək çox maraqlı olardı və Qarabağa keçə biləcək ən belə real namizədlərdən biri də məhz Derik Laketa'dır. Qeyd edim ki, Derik Laketanı 2023-cü ildə də Qarabağ komandası transfer etmək istəyirdi, amma həmin vaxt bu transfer baş tutmadı. Çünki bu futbolçuya görə 1,5 milyon avro istəyirdilər. Həmin vaxt futbolçunun dəyəri 500 min avro göstərilirdi. Qarabağ komandası bu futbolçuya görə o təzminatı ödəmədi. Daha sonra Panaferdina komandası onu başqa kluba satdı. Sport Recife klubunda icarədə idi bu futbolçu və yenidən qayıdıb öz klubuna, Kuyuba komandasına. Qeyd edim ki, Kuyuba bu futbolçunun Panaferdina'dan 1,2 milyona transfer edib. İndi Qarabağ komandası bu futbolçunu transfer etmək istəyir, amma bu futbolçunun qeyd edim ki, Kuyuba komandası ilə 2028-ci ilə qədər müqaviləsi var. Ola bilsin ki, icarə əsasında məhz bu futbolçu Qarabağın sıralarına qoşulsun dəyərli dostlar. Bir daha futbolçunu yaxından göstərirəm. Çox möhtəşəm bir futbolçudur, məhsuldar futbolçudur. Həmçinin mərkəz hücumçusu olduğu üçün bizə çox vacibdir. 1 metr 91 santimetr boyu var. Braziliyanın Rio de Janeiro şəhərində doğulub. 26 yaşı var. İşlək ayağı sol ayaqdır. Bu da az tapılan futbolçulardır. Həm mərkəz hücumçusudur, həm alternativ hücumçusu kimi çıxış edə bilir, yəni 10 nömrə kimi, həm də sol cinahda çıxış edə bilir. Nəzərə alsaq ki, Zubir Qocalı, bax, ora lazımdır, mərkəz hücumçusu lazımdır, alternativ hücumçusu lazımdır. Ona görə bu futbolçu Qarabağ üçün çox fayda verə biləcək futbolçudur. Dəyərli dostlar, onun için öncə çatdı. Mətbuatda belə bir xəbər dolaşırdı. Rahim Starling Qarabağa gəlir. Xeyr, bu xəbər yanlışdır. Axtardıq, araşdırdıq və məlum oldu ki, bu futbolçu ilə yaxından maraqlanan bir sıra klublar var. Xüsusilə Tottenham komandasına keçməyə çox yaxındır. Hal-hazırda 5 milyon avro qiymətində dəyərləndirilir, amma klubsuz olduğu üçün heç bir təzminat ödəmədən Qarabağ onun sıralarına qata bilərdi. Amma onun maaş istəkləri o qədər yüksəkdir ki, Qarabağ onu qarşılaya bilməz. Amma icarə əsasında Qarabağa gələ bilərmi? Gələ bilər. Bəlkə də Çempionlar Liqası üçün müvəqqəti 6 aylıq bir müqavilə bağlana bilər. Amma futbolçu özü niyə gəlib Azərbaycan Premyer Liqasında oynasın ki? Sualını da özümüzə verməliyik. Futbolçunun hal-hazırda 31 yaşı var, 1 metr 70 santimetr boyu var. Sol qanad, sağ qanad əslində sağ wingerdir dəyərli dostlar. Mərkəz hücumçusu və sol cinah hücumçusu kimi də çıxış edə bilir. İngiltərə vətəndaşıdır, həmçinin Yamayka vətəndaşıdır dəyərli dostlar. Onu da sizin nəzərinizə çatdırım. Vaxtı ikən 160 milyon avro qiymətində dəyərləndirilirdi. Bu Manchester City'də oynadığı dövrdə. Karyerasına gəldikdə KPR komandasından 18 yaşında Liverpool'a gəlib. Liverpool'da bir müddət oynadıqdan sonra 2015-ci ildə Manchester City'yə, 2022-ci ildə Manchester City'dən Chelsea'yə, Chelsea'dən 2024-cü ildə Arsenal'a, 2005-ci ildə isə Arsenal'dan Chelsea'yə və Chelsea ilə müqaviləsi başa çatıb, hal-hazırda klubsuzdur. Əsas yəni uğurları deməli Manchester City ilə bağlıdır bu futbolçunun, onu da sizin nəzərinizə çatdırdım. Dəyərli dostlar, digər xəbərə keçək. Collins Skenger, yəni ki, bu futbolçunun da adını tez-tez eşidirsiniz. Son zamanlar Qarabağla bu futbolçunun adı hallanır. Bu da Yamaykalı futbolçudur və üzr istəyirəm, Kenyalı futbolçudur və mərkəz müdafiəçisidir. Hal-hazırda transfer dəyəri 450 min avrodur. Serbiyanın Vojvodina klubunda çıxış edir. 1 metr 89 santimetr boyu var. Dəyərli dostlar, təbii ki, Qarabağa fayda verə biləcək futbolçudur. Mərkəz müdafiəçisi, çünki Bəhlul Mustafazadan getməsi də gündəmdədir. Ümumiyyətlə, Bəhlul getməsə belə, Bəhlul və Kevin Medinadan biri zədələnən kimi artıq müdafiədə ciddi problemlər yaranır. Ona görə də mərkəz müdafiəyə mütləq transfer vacibdir. Amma bu futbolçu ilə İngiltərənin Charlton klubu da maraqlanır və aldığım məlumata görə bu futbolçunun meyli də Qarabağa yox, məhz Charlton klubunadır. Ona görə də Qarabağla danışıqlarda bir qədər fasilə yaranıb. Qarabağa keçəcəyi gözlənilən və keçməyə daha yaxın olan futbolçu İlyas Coğrevdir dəyərli dostlar. Bu futbolçu İraq əsilli futbolçudur və qeyd edim ki, yox, üzrsə Malta əsilli futbolçudur və Fransanın Şator şəhərində doğulub sadəcə. 2000 təvəllüdüdür, yəni 25 yaşı var, 1 metr 84 santimetr boyu var, 3 milyon avro qiymətində dəyərləndirilir. Deməli, İsveçrənin Sion klubunun üzvüdür hal-hazırda və 2028-ci ilə qədər müqaviləsi var. Sol cinah wingerdir, həmçinin mərkəz hücumçusu kimi də çıxış edə bilir.
Onun ən belə deyək, prime vaxtında 3,5 milyon avro olub transfer dəyəri. Qarabağa gəlsə məncə kifayət qədər performansını yüksəldib, həm Qarabağa fayda verə bilər, həm də dəyərini kifayət qədər artıra bilər. Siz nə düşünürsünüz? Bu futbolçu Qarabağa gəlsinmi? Keçək növbəti xəbərə. Juan Cardova, hansı ki bu futbolçunun adı da tez-tez Qarabağla hallanırdı. Juan Cardova Dinamo Zagreb komandasının futbolçusudur və son mövsümdə Dinamo Zagrebdə heyətə düşə bilməyib və ona görə də klubdan ayrılmaq istəyir. Hal-hazırda transfer dəyəri 850 min avrodur. 22 yaşı var, Kolumbiyalıdır. Qarabağ komandası gəncləşdirmə siyasəti apardığı üçün bu futbolçunun sıralarına qoşa bilər. Sağ cinah wingeri kimi çıxış edir, amma sol cinahda da oynaya bilir. İşləş ayağı sol ayaqdır. Bu da xüsusi vurğulanmalıdır. Qarabağa gələ bilərmi? Gələ bilər. Amma Dinamo Zagreb komandası da bu futbolçunu yüksək təzminat qarşılığında buraxmağı planlayır. Ona görə də Qarabağ komandası hələ ki tələsmir qərar verməyə. Çünki alternativ variantlar var dəyərli dostlar. Salim Fagulaval bu futbolçu artıq Qarabağla danışıqlara stop verib. Çünki artıq bu futbolçu Viktoria Pilsen komandasının futbolçusudur. Yalnızca gəlsə bir 10 gün bundan qabaq mətbuatda bu xəbər yayıldı ki, Salim Fagulaval Qarabağa keçir. Biz də bu xəbəri əslində araşdırdıq və sizlərə məlumat verdik ki, xeyr, bu futbolçu Qarabağa keçə bilməz. Çünki Viktoria Pilsenlə danışıqlar müsbət yöndə yekunlaşmaq üzrədir. Və hətta dedik ki, növbəti həftənin birinci günü bu futbolçu Viktoria Pilsendə tibbi baxışda olacaq. Belə də oldu və baxışdan keçdi və Viktor Pilsenlə müqavilə bağladı. Biz demişdik ki, əgər Viktor Pilsendə sağlamlıq baxışından keçə bilməyəcəksə, Qarabağda da lazım olmayacaq. Əgər keçəcəksə, Viktor Pilsenlə müqavilə bağlayacaq və belə də oldu. Artıq bu futbolçu ilə Qarabağ heç bir danışıqlar aparmır. Keçək növbəti xəbərə. Kevin Yakob, bu futbolçu Qarabağa keçidi çox yaxındır. Bəlkə də ən real namizədlərdən biridir Kevin Yakob, dəyərli dostlar. Belə ki, Orhus komandasının, Danimarkanın Orhus komandasının futbolçusudur. 1,84 m boyu var. Mərkəz yarım müdafiəçisidir. Deməli, İraq əsillidir. Amma deməli, Danimarkanın Göteborg şəhərində dünyaya gəlib. 600 min avro qiymətində dəyərləndirilir. İşləş ayağı, sağ ayağı. Onun ən prime dövründə dəyəri olub 1,5 milyon avro. Qarabağa keçidi çox yaxındır o futbolçunun. Və Pedro Henrique son günlər çox danışıldı və biz də dedik ki, bu futbolçu Qarabağa gələ bilər, amma daha real namizədlər var idi deyə dedik ki, Qarabağa gəlməsi sual altındadır. Çünki bu futbolçu azad agent statusu daşıyırdı. Bu Qarabağın ən çox transfer etdiyi futbolçular azad agent statusu daşıyırlar. Digər tərəfdən bu futbolçu İngiltərədə, İspaniyada Ponferradina klubunda çıxış edərkən, yenə qarışdırdım, bu Portuqaliyada deməli Ferenc klubunda çıxış edərkən Matheus Silva ilə komanda yoldaşı olmuşdu. Ona görə onun Qarabağa gəlməsini gözləyirdik. Braziliyalı futbolçu sonda yekun qərar verdi və Vitória komandasına keçid etdi və Braziliya A seriyasında çıxış edəcək. Onu da sizin nəzərinizə çatdırım. Bu futbolçu artıq Vitória komandasının deməli futbolçusudur. Artıq Qarabağ bu futbolçuyu danışıqları dayandırıb. Və daha bir Qarabağın danışıqları dayandırdığı futbolçu Aziz Yakubodur. Dəyərli dostlar, bu futbolçu da Qarabağa keçsəydi möhtəşəm olardı əslində. Çox möhtəşəm, bəyəndiyim futbolçuydu. Oyunlarını diqqətlə izlədim. Qarabağa fayda verə biləcək futbolçuydu. 1,87 m boyu vardı, 27 yaşı vardı və 1,8 milyon avro qiymətlə dəyərləndirilirdi. Mərkəz hücumçusuydu. Qanalı futbolçu dəyərli dostlar və Qarabağ üçün bu dəqiqə mərkəz hücumçusu kimi çox fayda verə bilərdi. Təəssüf, bu futbolçu da artıq Qarabağa gələ bilməyəcək, çünki Çinin West Coast klubu ilə müqavilə imzalayıb dəyərli dostlar. Bunu da sizin nəzərinizə çatdırmış olduq. Qarabağ komandası bir neçə ildir ki, bu futbolçunu izləyirdi. Olmadı, bu dəfə də transfer edə bilmədilər və mənim adaşım Abdullah İqbal əslində Qarabağ üçün ən vacib oyunculardan biri budur. Abdullah İqbal. Amma dəyəri çox yüksəkdir. Necə deyim, Mülbu komandası bu futbolçu üçün çox təzminat istəyir.
Futbolçunun transfer dəyəri hal-hazırda 2 milyon avro göstərilir. Amma Mülbi komandası ən azı 3,5 milyon avro tələb edir bu Pakistan əsilli Danimarka doğumlu futbolçu üçün. 1,92 m boyu var, mərkəz müdafiəçisidir. Amma bilirsiniz, Qurban Qurbanov sevir belə futbolçuları. Fərqli mövqelərdə oynaya bilir. Dayağı yarım müdafiəçisi kimi, sol cinah müdafiəçisi kimi oynaya bilir. Bəhlul Mustafazadənin gedişi, Elvin Cəfərquliyevin gedişi gündəmdə olarkən bu futbolçunun Qarabağa gəlməsi möhtəşəm olardı. Qarabağa fayda verə biləcək futbolçu olardı deyə düşünürəm. Keçək digər xəbərə. Elijah Adebayo, Qarabağın transfer siyasətində olan və Qarabağa hücum xəttində ciddi qatqı göstərə biləcək futbolçudur Elijah Adebayo. 4,5 milyon avro qiymətinə dəyərləndirilir. İngiltərənin Luton komandasında çıxış edir. Çox sürətli futbolçudur. Onun 2024-cü ildə transfer dəyəri 12 milyona qədər yüksəlmişdi, dəyərli dostlar. Nigeriya əsillidir, İngiltərə doğumludur, 1,93 m boyu var, 28 yaşı var. Qarabağa fayda verə biləcək futbolçudur, amma bu futbolçu Qarabağa özü gəlmək istəyər, amma təzminatın Qarabağ ödəyərmi? Bax, o sual altındadır. Və Qarabağa danışıqlar apardığı futbolçulardan biri də Atilla Osvasdır. Bu futbolçu əslində Qarabağ o qədər də sağ cinah müdafiəçisidir. O qədər də belə deyək, lazımlı deyil hal-hazırki durumda, amma çünki alternativ variantlar da var və futbolçunun yaşı da kifayət qədər çoxdur. 30 yaşı var, 650 min avro qiymətli dəyərləndirilir. Serbiyanın Paksi klubunda. Macarıstanın Paksi klubunda. Serbiyanı dedim, bir anlıq çaşdım ki, Paksi Macarıstanlıdır. Bəli, Macarıstanın Paksi klubuna çıxış edir. Sağ cinah müdafiəçisidir və sağ cinah yarım müdafiəçisi, sağ cinah vingeri kimi də çıxış edə bilir. 1,77 m boyu var. Sağ ayağı işləkdir. Yəni, yaşına görə Qarabağa bəlkə 1 il, 2 il fayda verə bilər, amma Qarabağ düşünmürəm ki, bu futbolçunu hal-hazırda transfer eləsin. Məncə etməyəcək bu futbolçunu transfer. Transfer olunmağa yaxın əsas futbolçulardan biri də Kristian Balovdur, dəyərli dostlar. Kristian Balov Bolqarastanlı futbolçudur. Bilirsiniz, uzun müddətli bu futbolçu ilə danışıqlar gedir. Hal-hazırda 500 min avro qiymətində dəyərləndirilir və gündən-günə sürətlə qiyməti artır. 19 yaşı var, 1,81 m boyu var və Slavia Sofia komandasının futbolçusudur. Sol cinah vingeridir və alternativ hücumçu kimi çıxış edə bilir ki, bu mövqeyə Qarabağa mütləq Abdullah Zubir'in alternatifi lazımdır. Amma bu futbolçu ilə CSKA Sofia, Levski Sofia, Ludogorets, Anderlecht, Rakov, Trabzonspor kimi komandalarda maraqlanırlar. Hətta Trabzonspor rəsmi təklif də göndərmişdi. Amma Qarabağa çox fayda verə biləcək futbolçudur. Qarabağ mən bilirəm ki, çalışır ki, bu futbolçunu transfer etsin, yəni əlindən gələni edirlər. Qurban Qurbanovun ümumiyyətlə işinə çox fayda verə biləcək futbolçudur, dəyərli dostlar. Bəli, Qarabağda ayrılıqlardır. Gözlənilir. Qapıcı Matiz Kohalskin elçiləri gündən-günə artır. Şahidin Məhəmmədəliyevin müqaviləsi yayda başa çatır. Qolundan zədələri tez-tez təzələnir deyə Qarabağ onunla müqaviləni artırmayacaq. Fabian Buntic artıq ikinci qapıcı olmaqdan yorulub. Yəni qapı xəttində də Qarabağ üçün axtarışlar edir. Yeni yaxşı qapıcı tapsalar Matiz Kohalskini baha qiymətə sata bilərlər. Müdafiə xəttində Elvin Cəfərquliyevin, Bəhlul Mustafazadənin getməsi məsələsi gündəmdədir. Bilirsiniz, bu barədə xəbərlər vermişik. Kevin Medina'nın da son oyunlardakı performansları xüsusilə bir sıra klubların diqqətini çəkib. Matias Silva'ya da müəyyən təkliflərin olduğu deyilir. Amma tam dəqiq məlumatlar olduqca sizin nəzərinizə çatdıracaq. Qaldı ki, yarım müdafiə xəttində Marko Yankovic və Pedro Bicalio ikisi də yol üstündədir. Qış transfer pəncərəsində olmasa da yayda ən azı biri və yaxud ikisi Qarabağı tərk edəcək. Və Qurban Qurbanov da bunun qarşısında, belə deyək, o zonda boşluq yaranmasın deyə Kadi Borges'e son oyunlarda fikir verirsinizsə, dayaq yarım müdafiəçisi kimi oynadır. Çünki Johnny Monteli artıq hücuma milli yarım müdafiənin mərkəzində alternativ hücumçu kimi oynadır. Və düşünürəm ki, yayda Marko Yankovic və Pedro Bicalio gedə bilər Qarabağdan. Ən azı biri gedəcək. Gələk hücuma milli yarım müdafiədə Johnny Monteli hələ ki yeni performansını yığır və Qarabağda qalmaq niyyətindədir. Qaldı ki, sağ cinahda Leandro Andrade'nin yol üstündə olduğu bildirilir. Leandro Andrade'nin də transfer etmək istəyən klubların sayının çox olduğu bildirilir. Bunu da sizin nəzərinizə çatdıraq. Abdullah Zubir də artıq yaşlanır.
Yəni cinahlarımıza mütləq futbolçular lazımdır. Hücumun sivri ucunda olan futbolçulardan Nəriman Axundzadə bilirsiniz, müəyyən azarkeş təzyiqinə görə komandadan bir küsmüş kimidir və yeni klub olsa, Avropadan təklif olsa gedəcək. Kamilla Duransa göstərdiyi performansa görə bir sıra klubların diqqətini çəkir. Amma hələ ki o Qarabağda qalmaq niyyətindədir deyəsən. Aleksey Kaşuk bu arada sağ cinah vingeri artıq əsas heyətə çox düşə bilmədiyi üçün komandadan ayrılmaq niyyətindədir. Hətta onun yenidən Sabah komandasına qayıtmaq məsələsi də gündəmdədir. Dəyərli dostlar, Ukrayna təmsilçilərindən də Aleksey Kaşuka təkliflər var, amma Aleksey Kaşuk Ukraynaya qayıtmaq istəmir, çünki ölkəsi müharibədədir. Bilir ki, ora getsə, onu müharibəyə aparacaq, ona görə də ölkəsinə qayıtmaq istəmir təhlükəsizlik baxımından. Bəli, dəyərli dostlar, sizə bir rəsmi transfer, 13, daha doğrusu 16 danışığın son yekun nöqtələrini sizin nəzərinizə çatdırdıq və ayrılıq gündəmdə olan ayrılıq məsələlərini də sizin nəzərinizə çatdırdıq. Düşünürəm ki, sizlər üçün də maraqlı oldu. Maraqlı xəbərlər olsa, əgər zəhmətimizə dəyər verirsinizsə, videonu bəyənin və mütləq şərhlər bölümündə fikirlərinizi yazın. Son zamanlı az şərh yazırsınız. Mən həmişə oxuyuram şərhlərinizi və cavablandırıram. Ona görə də şərh yazın, kanala abunə olun, bildirişə açıq tutun. Videonu dostlarınızla paylaşmağı unutmayın. Növbəti videoda görüşmək ümidi ilə hələlik.